O boyda əzizə seçib sual hazırlamışam. 124-ci peyğəmbərimiz kimdir? Muhammed Peyğəmbər. Allahın salamı və salavatı olsun onun üzərinə. Həməşvənli elə. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm hicrət eləyən zaman öz yatağında kimi uzandırdı? Ayda. İmam Ali. Bəli, İmam Əli əleyhissalamı öz yatağında uzandırdı və hicrət elədi. Bu oyunda həm bilmək lazımdır, həm də cəld olmaq lazım. Ged evdə məşq elə. Hansı namaz ancaq ayaq üstə qılınır? Yusuf. Buyur. Meyit namaz. Azərbaycanda hansı imamın bacısının müqəddəs qəbri var? Buyur. İmam Kazım əleyhissalamın bacısı bir beybət. Yox. İmam Rıza. İmam Rıza əleyhissalamın bacısının, bəli. Həmin xanımın adı nədir Yusuf? Kimə? Xanım Həkimə. Xanım Həkimə. Allahın salamı olsun onlara. Yusuf öz cəddi ilə oynutdu. Sadiq də savadlıdır, amma evdə gəlib cəddini məşq eləməlidir. Əziz izləyicilər, bu gün İlə parfümün rəhbərliyi bizim dostlarımız üçün ətir hədiyyə göndərib. Təşəkkür edirik. Bunu verirəm, baxım görüm seçim. Bunu verirəm Yusuf qardaşa. Bu birinci yer olduğun üçün deyil, prosta hədiyyədir. Bunu verirəm Sadiq qardaşa, qəşəng yatırdı ya. Qırmızı bantiklində verirəm Məhəmməd qardaşımıza. Ayxay qani, mənə nə vermirsən? Sən niyə verək? O boyda əzizə seçib sual hazırlamışam. Bu mənsiz vuracaqsınız. Yoxdur, yansın da. Buyurun. Təşəkkür edirəm. Sən nəsə qoyub daşıyarsın. Başıymış. Müəllim getdi. Burada biri də var idi. Bunu da verirəm şeytanımıza. Buyur anar. Sağ olun.